Ay camaat, bu adam ermənidir deyib camaatı başına yığır. Bu zaman əskər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi. Mən onu televizorda görmüşəm. O, hərbiçi ermənidir. Axırda aktyor əskərə deyir. Bala, mən Azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmsən. Mən tanınmış aktyorum. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb. Fəryad filmindən sonra erməni diasporası Məlik Dadaşova Ermənistanın xalq qəhrəmanı adını vermişdi. Aktyor isə Azərbaycan efrinə çıxaraq bəyan etmişdi ki, o bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi. Axı mən demişdim, bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm. Fəryad filmində bir səhnə var. Xaçatüryan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə Məlik Dadaşovun qızı Gülnara xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı zəhrimar canına, zəhər canına deyib hirslənir. Gülnara arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə əla işarəsi göstərir. Film başa çatandan sonra təəccüblə atasına deyir. Ata, sən necə də alçaq bir adam obrazı yaratmışsan. O doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə əzlaf bir insana çevrilə bilib. Bu rolu necə yaradıb? Məlik Dadaşov isə qızına belə cavab verir. Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli bu rolun öhdəsindən gələ bilmişəm.